yaxşı şeyləri dünyanın bitir, sönür. Hər şeyin axırı var. Hər şey bitir. Hər ləzzət bitir. Ona görə fikir verirsiniz, bütün ləzzətlərimizin içində dünyada bir qəm var. Fikir vermişsiniz. Siz toylarda olursunuz da, yəqin ki, hamımız toylarda oluruq. Siz fikir vermişsiniz, toyda o şadlığın içində bir qəm müşahidə edir hamını. Mən ona hiss eləmişsiniz ya yox. Birisi o şuuraltıdır, özündən asılı olmayaraq baş verir. İnsan ən şad günündə şuuraltıda özü qeyri-iradə olaraq bilir ki, bu bitəcək deyə, həmişə ürəyində bir qəm var. Bu qəm dünyanın xüsusiyyətidir. Bilirsiniz, şəkil çəkmək hansı ehtiyacdan yaranır? Anı əbədiləşdirmək ehtiyacından. Bilirsən, keçəcək deyə, bu sən bir dənə şəkil çəkmək istəyi axirətin varlığına dəlildir. O şəkili ki, sən çəkirsən, ne üçün? Sən deməli əbədi ol, bunun anın əbədi olmasını istəyirsən. Deməli, sən əbədiyyət aşıqıysan. Sən bütün hüceyrələrin, varlığın əbədiyyət üçün nizamlanıb, qurulub. Ən gözəl gününün şəklinə sonra baxır, bəzən göz yaşı tökür. O budur, dünya budur. Çünki keçmişdə qalıb artıq. Bir günlərimiz var idi, baxır, ağlayır, qəmlənir. Səbir nədir? Səbri necə izah eləyək? Səbir, yəni insanın ağlının və ruhunun böyüməsi nəticəsində zamanın qısalması. Səbrə belə tərif verir. Səbir insanın ağlının, ruhunun, tutumunun artması nəticəsində zamanın qısalması. Səbrin həqiqəti budur. Səbir zamanla bağlıdır və ağılla bağlıdır. Ruh zamandan böyük oldusa, zaman kiçilir. Və biz bu dünyaya gəlmişik ki, ruhumuzu böyüdək gedək. İlişib qalmayaq. Çünki biz böyük Allahla təmasda olacaq. Böyüklə böyüklər görüşə bilir. Ən böyüklə görüşə gedirsənsə, mütənasib ol da böyüməyə gəlmirsən. Məni görə bilməzsən. Dünyada sənin tutumun yoxdur, məni görəsən. Görməyə gücün yoxdur. Sən gəlmirsən, böyüyəsən ki, orada gedib görə biləsən məni. Ruh necə böyüyür? Çətinliklərlə yox, çətinliklərə səbr eləməklə. Səbr necə olur bəs? Səbr heç nə. Səbrin ən sadə düsturu budur ki, gələcəyi gör. Uzağı gör, uzaq görən ol. İndidən ölümü gör, qocalığı gör. Bir dənə yaşlı kişi əsaya söykənib görürsən, ayağını da qaldıra bilmir, sürüyə-sürüyə gedir. Ona bax, ibrətlə denən ki, mənəm bu, mən yol gedirəm. Dünya budur, bax denən. Budur, axırı budur. Özü öldürmə onun ötürü. Nə qədər ömür uzun olsa 5 günlükdür. Bunu atalar elə belə deməyib. 5 günlük dünyadır. 5 də bəlkə çox. Ahirətdə onu başa düşəcəklər. Nuh Peyğəmbərdən ki, çox yaşamayacaqsınız. Dedilər, nə qədər ömür elədin? Dedi, elə bir otağa girdim, bir qapıdan daxil olub birindən çıxdım. Yaşlı kişidir, 40 yaşı var, mən deyirdim. İndi 45 yaşım var, elə biləm cavan uşağam. Hamıya baxıram, deyə məndən böyük olar bu. Mən elə düşünürəm, hamı da belə. Cavan uşaqlara baxıram, deyə məndən yaşlı da olar bunlar. Sənin gözündə 40 yaşında, 50 yaşında, 60 yaşında heç nə, tam nisbi rəqəmlərdir bunlar, heç nə. 60 yaş elə sənin kimi hiss edilir. Mənə bir vaxt bunu bir nəfər deyirdi, inanmırdım, deyirəm, necə ola bilərəm? İndi görəcəksiniz də, cavanlara deyirəm. Allah ömrünüz uzun eləsin, görəcəksiniz ki, elə həmin vəziyyətdir. İndi necə oturmuş burada cavan? Elə 40 yaşda, 50 yaşda, adam öz yaşlanmağına inanmır. Yaşlılıq anlayışı insan üçün yoxdur özü üçün. Hər gün axşam deyib, bax, günə denən ki, bir gün azaldı. Biz elə bilir ki, buradan azaldıqca oradan artır. Biz başa düşmürük ki, azaldıqca əcələ yaxınlaşırıq. Faciədir, bu bilirsiniz. İndi biz yarım saat mən danışıram, yarım saat ölümümüzə yaxınlaşdıq. Hər dəqiqə. Biz o nöqtəyə yaxınlaşmaqdayıq. Hərdən elə arzuluyuruq, sabah gəlsin filan iş olsun. Sabah ölümə daha da yaxınsan. Ən mühüm şad hadisə də olsa bunu yadından çıxartma. Ağıllı insanlar axırını görən insanlardır. Bax, bu an, bu dəqiqə ən axırı fikirləş. Maksimum get 10 ildə dayanma, 20 ildə dayanma, get axır nöqtəyə, axırıncı nöqtəyə. Ağlın düşməni həvadır. Həva nədir? Həva-i nəfs. Həva yəni indi bunu istəyirəm. Həva-i nəfs budur. Yəni indi ürəyim istəyir. İndi istədiyi əsən ağlın artır. Kim deyir Allahın məqamından çəkinib, nəfsini həva-i nəfsdən, indiki qısa müddətli istəklərdən çəkindirsə və salam, cənnət onun yeridir. Cənnətə getməyin yolunu deyir. Cənnət axırı görənlərin yeridir. Səbri asanlaşdırır. Ağıl lazımdır. Ağıl lazımdır, düşünmək lazımdır, başa düşmək lazımdır.